Salam əziz müəllimlər. Mən sizə scaffolding və diferensiyasiya arasındakı fərqi göstərmək istəyirəm. Bu şəkil üzərindən və bəzi nümunələr göstərmək istəyirəm sizə. Bəzi nümunələrlə bunu sizə aydınlaşdıracağam. Baxın, scaffold ümumiyyətlə hər iki şəkildə bayraq var. Yəni o bayrağı götürmək lazımdır. Scaffoldingdə belə bir karkas qurublar. Siz bilirsiniz ki, karkas müəyyən müddətdən sonra, yəni binanı artıq təmir edəndən sonra karkası yığışdırırlar. Yəni şagirdlər təsəvvür edin, biz məktəb mühitindən danışırıq. Şagirdlər o bayrağı götürməlidirlər. Ona görə hamı eyni karkasdan gedib bayrağı götürür. Diferensiyasiyada da bayrağı götürmək lazımdır, amma hamı fərqli yollarla onu götürməyə çalışır. Bu nə deməkdir? Sizə indi onu nümunələr üzərindən göstərəcəm. Təsəvvür edin, müəllim sizə essay yazmağı öyrədir. Persuasive essay, inandırıcı elə bir essay, nəsə bu essayin bir növüdür. Ümumiyyətlə essay yazmağı öyrədir. Scaffoldingdə necə olur? Scaffoldingdə müəllim bütün sinif üçün eyni bir şeyi göstərir hamıya. Məsələn, müəllim nə edir? Birinci, essayin nümunəsini özü yazır, essayin özü nümunəsini yazır lövhədə. Hamı bu nümunəni görür, bütün sinif. Sonra şagirdlərə belə bir hissələrə, yəni deyir ki, essenin introduction, yəni giriş hissəsi olmalıdır, səbəb hissəsi olmalıdır, sübut və nəticə hissəsi olmalıdır. Yəni uşaqlara bunu belə verir ki, uşaqlar üçün asan olsun. Yenə də hamıya eyni şey verir. Sonra üçüncü, həm də orada baxın bağlayıcıları verir. Furthermore, əlavə olaraq, amma, baxmayaraq bu cür bağlayıcıları verir, hansı ki bu essaydə istifadə olunan bağlayıcılardır. Sonra müəllim artıq uşaqlara bunu verib, bu nümunəni uşaqlara yazdırandan sonra, essayini bu nümunə üzərində yazdırandan sonra artıq müəllim növbəti dəfə, məsələn, tutaq ki, biz essay yazmağı 2 dərsə keçməliyik. Birinci dərsdə müəllim belə eləyir, artıq ikinci dərsdə müəllim bunların heç birini eləmir. Artıq uşaqlara deyir ki, bu mövzu üzərində essay yazın. Yəni, scaffolding karkası verdi, amma növbəti dərsdə bu karkası artıq verməyəcək uşaqlara. Uşaqlar, yəni scaffolding nə deməkdir? Çətinliyi aradan qaldıranda artıq o müvəqqəti kömək deməkdir də o. Scaffolding müvəqqəti kömək deməkdir. Yəni, bu köməyi artıq növbəti dərsdə yığışdırdı. Bəs diferensiyasiya nə deməkdir? Diferensiyasiya tutaq ki, müəllim essay yazmağı verir uşaqlara. Yenə həmən mövzudur. Amma necə eləyir? Zəif uşaqlara belə bir cümlələr verir. Yarımçıq cümlələr verir ki, bu yarımçıq cümlələrdən sonra uşaq o bir arxasını yazsın. Bax, belə yarımçıq cümlə verib ki, mən inanıram ki, filan, çünki və yaxud bəzi insanlar inanır ki, uşaq oranı özü yazmalıdır. Amma onlar səhv edirlər, çünki arxasını uşaq özü yazmalıdır. Bu zəif uşaqlar üçün. Görürsünüz, elə bir müəllim elə bir məsəl var, çeynəyir və uşağa deyir ki, sən unut. Yəni, çox hissəsini demək olar ki, cümlənin müəllim yazıb, bəzi hissələrin orada uşaq özü yazmalıdır. O zəif uşaqlar üçündür bu. Amma məsələn, kinestetik və yaradıcı uşaqlara nə verir? Deyir ki, öz yoldaşınla müzakirə elə, bunu necə yazarsınız da, yəni, fikirlərinizi ümumiləşdirin, müzakirə edin ki, essayini necə yazmaq olar. Və çox yaxşı bilən uşaqlara necə eləyir? Yəni, çox yaxşı bilən uşaqlar artıq uşaqlara deyir ki, siz essayinin siz hansı tərəfini yazın, hansı ki, biraz çətin hissəsidir. Qarşı tərəfin fikrini yazın. Nə deməkdir? Bu essaydə var axı, bəzi adamlar düşünür ki, məsələn, tutaq ki, belə bir essay var, məktəbdə uniforma giymək lazımdırmı, vacibdirmi? Siz o essayinin o hissəsini yox, bu uşaqlar axı çox yaxşı bilir essay yazmağı. Ona görə digər hissəsini siz yazın, hansı ki, tənqidi təfəkkür tələb eləyir. Bəzi insanlar deyir ki, uniforma giymək uşaqların özgüvənini zəiflədir, məsələn. Amma onlar səhv edirlər, çünki özgüvən uniforma giyinməkdən irəli gəlmir. Bax, bu hissəsi var, essayinin bu hissəsi. Qarşı tərəfin fikri, yəni essaydakı qarşı tərəfin fikri. Bax, onu deyir uşaqlara ki, siz yazın. Çünki o hissə biraz çətindir deyə, çox yaxşı bilən uşaqlara biraz çətin hissəsini verir essayinin yazmağı. Yəni, burada scaffoldingdə görürsünüz, hamıya eyni şeyi verir. Amma diferensiyasiyada
hamıya fərqli şeylər verir. Məsələn, scaffoldingdə müəllim bunu eləyərkən orada zəif və güclü uşaqları nəzərə almır. Fikir verin. Bəlkə burada bu esseni çox yaxşı yaza bilən uşaq var. Ona bu biraz elə bil ki, onun üçün darıxdırıcı ola bilər scaffoldingdə. Amma diferensiyasiyada artıq çox burada hamını nəzərə alır da, zəifi də, güclünü də. Bəs əsl müəllim nə etməlidir? Yəni burada məsələn əsl müəllim scaffoldinglə başlamalı, diferensiyasiya ilə davam eləməlidir. Yəni bunların ikisini birlikdə tətbiq eləməlidir ki, burada güclü uşağa da darıxdırıcı olmasın, zəif uşaq da özünü itirməsin.